kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli börək hazırlayacağım. Mütləq bu resepti siz də sınayın. Gördüyünüz bu ərzaqlarla hazırlayacağım. Heç vaxt ötürmədən gəlin başlayaq. Qabın içərisinə əvvəlcə 1 xörək qaşığı şəkər tozu əlavə edirəm. 1 çay qaşığı maya əlavə edirəm. Stəkanın ağzından biraz un əlavə edirəm. Hardasa 1 xörək qaşığı. 1 lik su əlavə edirəm və qarışdırıram. 5 dəqiqə gözlədirik. Daha sonra keçirik xəmirin yoğrulmasını. 5 dəqiqə gözlədirik. İçərisinə 1 stəkan unu əlavə edib, digər ərzaqları əlavə edib xəmir yoğururuq. Deməli 1 stəkan ümumilikdə götürürəm su, 1 stəkan süd, duz, burada 1 çay qaşığı duz var. Yarım stəkan yağ əlavə edirik. Un əlavə edirik, xəmir yoğururuq. 1 stəkan unu öncədən əlavə etdim, 2-ci stəkan əlavə edirik, 3-cü stəkan əlavə edirik, 4-cü stəkan əlavə edirik, 5-ci stəkanın yarısını əlavə edirik. Daha doğrusu 1/3 əlavə edirik. Başlayırıq xəmir yoğurmağa. Xəmir yumuşaq, xəmir alınmalıdır. Çox bərk xəmir yoğurmuruq. Sonda nə qədər un gedəcək, onu mütləq qeyd edəcəm. Xəmiri yoğurdum, sonda ümumilikdə 6 stəkan dolu un getdi. Yaxşıca xəmiri yoğururuq, üzərinə streç çəkirik, qoyuruq acısın. Baxın, bu cür yumuşaq xəmir alınır. Xəmir artıq acıyıb. Dəzgahın üzərinə un səpmişəm. Üzərinə əlavə edirəm xəmiri. Baxın, bu cür xəmirdir. Maya qoxusu gəlməsin deyə yenidən yoğururam. Forma verirəm və 12 kündəyə ayırıram. Hər birini 90 qram olmaqla kündələrə ayırdım. Kündələrə ayırdım. Potnosun içərisinə un əlavə edirəm. Kündələri potnosun içərisinə yığıram, üzərini streçləyirəm. Kənarda 5-10 dəqiqə saxlayıram və başlayıram xəmiri açmağa. Keçirəm içliyin hazırlanmasına. Mən göyərtilərdən ispanaq, şüyüd, kəvər və keşnişdən istifadə edəcəm. İstəyə görə hər hansı bir göyərtini əgər sevirsinizsə içərisinə əlavə edə bilərsiniz. Mən bu arada göyərtili içlik hazırlayıram. Ətli, kartuşkalı və s. kimi istədiyiniz kimi içlik hazırlaya bilərsiniz. Çox kiçik olmayan formada doğrayın. Göyərtinin içərisinə pendir xırdalayıram. Belə bərk pendiri götürmüşəm. İçərisinə xırdalayıram. Qarışdırmıram. Yuxaları tam açandan sonra qarışdıracağım və yuxaların içərisinə əlavə edəcəm. Pendir duzlu olduğuna görə duz əlavə etməyə bilərsiniz. Əgər duzlu sevirsinizsə 1 çimdik duz əlavə edin. Keçirəm kündələrin açılmasına. İlk kündəni açıram. Sürfənin üzərinə sərirəm. Üzərindən öncədən əritdiyim yağı çəkirəm. İkinci yuxanı da açıram. Onu da üzərini yağladığım yuxanın üzərinə əlavə edib yenidən bu yuxanın da üzərini yağlayıram. İçliki hazırlayıram. Öncədən pendir göyərti səpdiyim içliyin üzərinə 1 ədəd də baş soğan doğrayıram. Suyun sıxıb əlavə edirəm. Yuxanın üzərinə əlavə edirəm gördüyünüz formada və yuxanı qatlayıram, bükürəm. Forma verirəm. Öncədən yağlı kağız sərdiyim soba listinin içərisinə yerləşdirirəm. Üzərini salafanla bərkidirəm. Bu acıtmalı xəmirdə mütləq bərkitmək lazımdır. Keçirəm digər yuxaların açılmasına. Öncədən etdiyim kimi yenidən 2 yuxa yayıram, üzərini yağlayıram. İçlikdən əlavə edirəm, bükürəm və soba listinin içərisinə yerləşdirirəm. Soba listinə yetəcək qədər bunu edirəm və üzərini bağlayıram. Hardasa yarım saat gözlədirəm. Yenidən hazırladığım içlikli kündələr acıyır və üzərini belə bastıraraq üzərinə yumurta əlavə edirəm. Yəni yumurta, yağ, süd qarışımı çəkirəm. Üzərindən zövqə görə çörək otu və yaxud da hər hansı bir ədviyyatı sevirsinizsə əlavə edib öncədən 170-160 dərəcədə qızdırdığım sobanın alt gözündə üzəri tam qızarana kimi bişiririk. Üzəri xırçıltılı, içi yumuşaq pambıq kimi möhtəşəm bir börək alınır.
Bir lis bişirib çıxartdım. İkinci lisi qoymuşam bişməyə. Möhtəşəm alınır həqiqətən. Mütləq siz də bu resepti sınayın. Əminəm ki, çox bəyənəcəksiniz. Bəyənsəniz like atıb kanalıma dəstək üçün abunə olmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.